Daha bir həkim əməliyyat zamanı çəkdiyi videonu izləyicilərinə nümayiş etdirib. Bu dəfə tanınmış mamoloq radioloq Günel Qəmbərova bu addımı atıb. Məlhəm Beynəlxalq Hospitalında pasiyentin intim bölgələrini yayımlamaqdan çəkinməyən Günel Qəmbərovanın proses zamanı bayağı davranışı da birmənalı qarşılanmayıb. Qeyd edək ki, bir müddət əvvəl Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi əməliyyat zamanı yayım açan həkimlərə xəbərdarlıq edib. Əməliyyat zamanı çəkiliş yalnız elmi tədris məqsədi ilə tam sanitar-gigiyenik qaydalara riayət edilməklə cərrahiyyə otaqlarında xüsusi tələblərə uyğun quraşdırılan texniki avadanlıqlar vasitəsilə həyata keçirilə bilər. Bu qaydalara əməl etməyərək digər avadanlıqlarla çəkilişlərin aparılması sanitar-gigiyenik qaydaları pozur və infeksiyanın yayılması üçün münbit şərait yaradır. Yuxarıda qeyd olunan fəaliyyət reklam haqqında qanunun 29.1-ci maddəsinə əsasən reklam hesab olunur və İnzibati Xətalar Məcəlləsinin 428.4-cü maddəsinə əsasən tətbiqinə icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklam edilməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilir. Məlumatda vurğulanıb. Göründüyü kimi Günel Qəmbərova sözügedən videonu yaymaqla dövlət qurumunun xəbərdarlığına heçə sahib.